Xırdalıqlardan ibarətdir ya. Özü əsildən söhbət gedir. Belə təbii ki, mən də oxuyaram. Cabir Abdullayevi salamlayıram burada. Misal üçün Röya xanımın səsinə uyğun o vaxtı Ceyran məni yaralama, çəmənlərdən aralama, bir bülbüləm, xoş nəfəsli, əzəmimdir, bahar fəsli. Yəni bunu Aygün Kazımova da o vaxtı oxuyub. Yəni Şahnazın əsli var ha, əsl. Oxuya bilərmi? Bilirsiniz necə, nəfəs dostumuzdur. Sadəcə olaraq muğam oxumaq üçün uşaqlıqdan xırdalıq, zəngülə lazımdır. Körpəlikdən, ki, muğamı öyrənmək olmaz. Onu girir uşaqlıqdan bilirsən. Bəli, uşaqlıqdan zəngüləni öyrənməlisən, xırdalığı öyrənməlisən. Əgər öyrənərsə, yəni özü kimi oxuyarsa, nə xoş nəfəsə. Valla nə deyə bilərəm, öyrənsə oxuya bilər, amma zəngülə... Şahnazı? Yox, zəngülə, amma yəni... Məsələn, muğamın adın deyil amansını, təbii ki, mən də oxuyaram, yaraman, aman, aman... Amma zəngülə söhbəti var da orada.